Bu səhər etdiyim dua ilə sizinlə bölüşmək istəyirəm və bu səhər dua edəndə gözümün qarşısına insanlar gəldi, hansılar ki, arzulayırlar, mən Rəbbi görmək istəyirəm. Və mənim tövsiyəm sizə budur. Rəbbi iman gözləri ilə görməyi bacarın. İman gözləri ilə görməyi bacarın dedikdə sizə olan tövsiyəm budur, hansının ki, özüm üçün də rəhbər tuturam. Allahın kəlamını həyatınız üçün rəhbər tutun. Bu nə qədər vacibdir. Allahın sözünü oxuyanda zövq alın. Çünki Allah öz kəlamı vasitəsilə sizə məhəbbətini bildirir və o məhəbbətə gəlin səmimi deyək. Nə qədər ehtiyacımız var. Nə qədər ehtiyacımız var bilək ki, yaradan, külli ixtiyar olan Allah səni sevir. Müqəddəs kitab bu barədə deyir. O səni sevir. O sənin yaxşılığını istəyir. Müqəddəs kitab deyir, o yaxşıdır. İman gözləri ilə Allahı görməyi bacar. Müqəddəs kitabın səhifələrində Allahın sənə olan məhəbbətini özün üçün kəşf et. Qoy sənin ürəyin dolsun Allahın məhəbbəti ilə. Elə dolsun ki, ürəyində boşluğa yer qalmasın, ümidsizliyə yer qalmasın. Qoy sənin ürəyin ümidsizlikdən solmasın. Əksinə, Allahın məhəbbəti ilə qüvvətlənsin ki, həyatda əmin insan olasan. Çünki Rəbb yaxşıdır.